Başlayaq. Deməli, bugünkü mövzumuz, qoy Ayxan da qoşulsun. Salam. Salam, Ayxan fikrim burada olsun, yeni mövzunu izah verirəm. Bugünkü mövzumuz bucaq-bucaq, tərəf-bucaq tərəf və tərəf-tərəf-tərəf əlamətini keçəcəyik. Birinci deyirəm, bucaq-bucaq əlaməti. Bucaq-bucaq əlamətin bəzən bucaq-bucaq kimi yazmayacaq. Elə bu yazanda biləcək ki, bu bucaq-bucaqdır. Tərəf-bucaq tərəfi yazanda yazacaq məsələn T, B və T. Tərəf-bucaq tərəf. Və tərəf əlaməti olduqda isə 3 dənə T olacaq. Biləcək ki, tərəf əlaməti. Yəni tapşırıqda bunu görəndə fikirləşməyin bu nədir görəsən və yaxud da bunu və yaxud da bunu. İndi birinci gəlirik bucaq-bucaq əlamətinə. Bucaq-bucaq əlaməti o deməkdir ki, bir üçbucağın iki bucağı, məsələn, bir dənə üçbucaq çəkirəm. Bir dənə də burada balaca bir üçbucaq çəkirəm. Bir üçbucağın iki bucağı, da ki bu bucaqla bu bucaq. Digər üçbucağın uyğun olaraq digər üçbucağın iki bucağına bərabərdirsə, yəni buna və buna bərabərdirsə, o zaman bunlar bir-birinə kongruentdir və yaxud da oxşardırlar. Yəni bu üçbucaqlar oxşardır. Yadınızdadırsa 7-ci sinifdə də biz bunu keçmişdik. Xassələrə uyğun olaraqdan. Deməli, bucaq-bucaq əlamətində, məsələn, bucaq, gəlin belə deyək, A, B, D, A, B, C, D, Y, F. Yəni, burada A, bucaq A bərabərdir. Tam bərabər də ola bilər, təqribi də ola bilər. Bərabərdir bucaq D-yə, sonra bucaq C bərabərdir bucaq F-ə. Bu halda nə deyə bilərik? Deyə bilərik ki, üçbucaq ABC təqribən üçbucaq DYF-yə bərabərdir. Aydındır? Bu bucaq-bucaq əlamətdir. Yəni, bir üçbucağın iki bucağı, digər üçbucağın iki bucağına bərabərdirsə, bunlar oxşardır. İndi keçirik ikinci hissəsinə. İkinci hissəsində bucaq, tərəf, bucaq, tərəf əlaməti. Yəni, bir üçbucağın bir bucağı və iki tərəfi, məsələn, bu üçbucağı götürək, bunun bir dənə bucağı və iki dənə tərəfi. Digər üçbucağın uyğun olaraq bir bucağı və ona bitişik iki dənə tərəfinə bərabərdirsə, bu üçbucaqlar da, daha doğrusu bu tərəflər arasındakı bucaqlar kongruentdirsə, bu üçbucaqlar da oxşardır. Məsələn, deyək ki, AB, bu da C, deyək buna D, Y, F. İndi burada AB-nin DY-yə nisbəti, o tərəfdə daxil, DY-yə nisbəti bərabərdir. AC-nin DF-yə nisbəti. Deməli, buradan da bucaq A bərabərdir təqribi həm də bucaq D-yə. O zaman bu iki üçbucaq bir-birinə bərabərdir. Yəni, tam da bərabər olmasa təqribi bərabərdir. Aydındırmı tərəf-bucaq tərəf əlaməti? Yəni, iki tərəf onlar arasında qalan bucaq. Digər üçbucağın iki tərəf və onlar arasında qalan bucağa bərabərdirsə, bunlar kongruentdir. İndi isə keçirik üçüncü bir hala. Üçüncü bir halda tərəf əlamətidir. Yəni, bir üçbucağın üç tərəfi uyğun olaraq digər üçbucağın üç tərəfi ilə mütənasibdirsə, bu üçbucaqlar oxşardır. Məsələn, deyək ki, AB-nin DY-yə bərabərdir. BC-nin EF-yə, bu da bərabərdir. AC-nin DF-yə. Amma bunların hər biri bərabər olmasıdır. Bunlar o zaman bu iki üçbucaq bir-birinə bərabərdir.
Tutaq ki, gəlin misallarla götürək. Məsələn, buranı verir bizə, nə hansı ilə deyim, rəqəmlə deyim. Gəlin, başqa bir, məsələn, verək, buranı 6 verək. Buranı verək, nə? Elə bir rəqəmlər verək ki, özümüzdən tam uyğun gəlsin. Tam uyğun gəlsin. Məsələn, verək ki, 6, 5, 4. 6, 5, 4. Digər tərəfə verək. 8 verək. 8 verək. Deməli, 6-nın 8-ə nisbəti nə verəcək mənə? 6-nın 8-ə nisbəti. Gəlin belə eləməyək. Gəlin belə eləyək. 6-dırsa, məsələn, tutaq ki, bura 12. Tutaq ki, bura yox. Bura 12. Bura 10. Burada 8. Deməli, burada nə edirəm? 6-nın 12-yə nisbəti. Tutaq ki, 5-in 10-a nisbəti, 4-ün 8-ə nisbəti. Hər bir halda K mütənasiblik əmsalı nə verəcək? 2-də 1 verəcək də, düzdür? Deməli, bu üçbucaqlar oxşar üçbucaqlardır. Qaydalara əsasən. Sualı olan varmı? Mövzu üzrə. Aha.